Amerikanın Kolorado ştatında qeydə alınmış bu hadisə zamanı ata və oğul iki maşın şəklində irəliləyərkən onlar polis saxlayır və polisin müdaxilələri zamanı onlar arasında insident yaşanır və polis ataya elektroşok cihazı ilə müdaxilə etmək məcburiyyətində qalır. Hadisələri gəlin birlikdə izləyək və buna səbəbin nə olduğunu birlikdə müşahidə edək. Xoş izləmələr. What's up? Deputy Norwood Sheriff's Office. Let me get your driver's license ready. Hold that dog. Allie, get back. Can I ask why you're a little snippy? What's the problem is? What's the problem? Yeah. Yeah, you're following too closely. Can't you see the roads are icy? You see me slowing down and there's still crew coming up behind me. There's no reason for you to be doing that. Brakes in that, it's not good. Don't tell me how I should be driving. Okay, I'm in a marked. All right, well, I'm in a. That doesn't give you the right to follow a marked patrol car close like that. What if I had to stop? I know there is ice there. That's why I was cruising, so I don't slip. There's no reason for you to be that close behind a marked patrol car. Polis gənc oğlanı onu arxadan daha yaxın məsafədən takip elədiyi üçün saxladığını deyir. Lakin əsas problem və insident burada yaşanmır. Əsas problem oğlunu saxladıqları üçün yaxın məsafədə arxada maşını saxlayıb polisləri kameraya çəkən ata və polis arasında olan dialoq zamanı yaşanır. Polis bunların legal olmadığını deyir. Ata isə onun buna hüququ olduğunu və sadəcə oğlunu gözlədiyini, problem yaratmaq istəmədiyini bildirir. Lakin polislər onu dinləmir. Elə bu anda da qızğın hadisələr cərəyan etməyə başlar. Do you need to be behind this traffic stop? Yeah, I do. Why? It's my son right there. He was following me. Okay, he's on a traffic stop, though. You don't need to be behind it. Well, you gotta be mean. Oh, I'm not being mean. We just don't like when people pull in behind us. I don't like when they pull my son over. There's nothing for following. That's what we get paid to do, to pull people over. Well, you don't get paid to be an asshole. You're a And you don't public either, okay? I don't gotta put up with your bullshit, okay? I asked you a simple question, okay? Hold on, man. In fact, you need to leave now or you're gonna get charged. It's that easy. Just leave. Just leave. Well, I'm recording. I'm recording too. Amerika qanunlarına əsasən atanın maşını arxada saxlayıb polis və oğlunu video qeydə alması tamamilə qanuni idi. Polislər burada qanuni vəhşicəsini pozurdu və ata maşında oğlunun olduğunu çox açıq şəkildə dilə gətirdiyinə rəğmən polislər onun oradan uzaqlaşmağını tələb edirdilər. Ata isə bunun qanun çərçivəsində olduğunu dilə gətirir. Polislər isə heç bir şəkildə atanı dinləmək istəmirlər və onun oradan uzaqlaşmasını istəyirlər. Gəlin izləyək. I asked you a simple question. If you have a shitty attitude, that's your problem, You keep okay? coming on my door. Yeah, you saw me and you rolled your window up when I came. Traffic stop. Hold on a second, Right. okay? No. You rolled your window up No, I when I don't walked care. I up, don't okay? care. So I I'm not knocked on on your traffic window, stop. okay? You You didn't are not a pull me cop. over. You don't need to be I don't behind care you, if I'm a okay? cop or So not. you need to leave No, right I now. don't need to do anything. You I'm got on a 5 public seconds street. to leave, okay? There's no reason for you to be behind this traffic stop. No reason, I'm okay? on a public street. No reason, okay? It's not a public No street. reason. Do I not pay Okay, taxes? do you always stop behind cops when they pull people over? I ain't stopped right behind it. Okay, you don't need to be here. I ain't You don't stopped need right to be here, behind it, okay? sir. You need to go. No, I Okay. don't. I'm waiting on my son. All right, He's fine. right back. Leave. That's the part. Stay. Hey, stop the car. Get out the car. Get out the car. What are you gonna do? You gonna? SD4, give me the radio. Get out the car. 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 Stop it now! Get out the car. Get out! Get out the fuck. Get out the car. Bu kadrlarda polislərin uzaqlaşma əmrinin qanuni olmadığını bilsə də daha çox problem çıxarmamaq üçün oradan uzaqlaşmaq istəyən ata elə bu anda şoka düşür. Çünki uzaqlaş əmrini verən polislərdən biri ona silah diyarisi elektroşok cihazını doğruldur və orada qalmasını əmr edirlər. Bu səfər isə tamamən hadisənin necə getdiyini anlamayan ata polislərin əmrinə uymaq istəyərkən vəhşiliyə məruz qalır. Gəlin izləyək. Hey, Now, get out! Get out the car. Hey, Nate, do you see this? Get out the car. Do you see this? get out of the car. Do you see this? Are you recording? Yeah, we're recording it. Yes. What the hell do you think you're doing? I ain't doing anything. Okay. Now you're on a traffic stop and you're trying to drive away? Get out the car. Full state. Get out the car. That has nothing to do with anything. They don't have jurisdiction over it. Get out of the car. Give a shit. Put it in the car. I just did. Seatbelt is off. You know, Don't pull away from me. I'm not. You're gonna get lit up. I'm not. Okay, you're gonna get You're lit up. breaking my arm, man.
hold on, I'm gonna get out. Get out the car! Get out the car! Can you hold on? I'm not. Get out the car, man! I'm Get trying. back over there now! I'm trying. Just stay there and record. Ow. Can you guys Get out. hold on? Now. I'm getting out. I'm not fucking. You're under arrest. I'm not. Get out. Turn around and face the truck. You're under arrest. Okay, guys. Polislərin bədən kamerasında ataya dəfələrlə elektroşok cihazından müdaxilə etdikləri görünür. Hands behind your Settle back. down. Put your hands Settle behind your down. back. Put your hands behind your fuck. I'm going. Put your hands. I'm going peacefully, son. Settle down. What's going on here? God damn! I just. Get back! Hey, he's recording this guy's fuck. That's fine. He can record all he wants. This is. Guys. God damn! I got You guys. You do what you're told, all right? You think it's okay just to roll up on traffic stops no, and I'm not do what not- you're told? Now you go to jail. That's all right. I'm a Turn around and face the truck. I'm already cuffed. You guys not listening. If you listen, you ain't getting manhandled. Now let's Don't go. move. Let's go. That's right. Get your ass in here. You need to settle down. Get in the car! Get in the car! Get in when you motherfucker. I'm gonna. Videoda açıq-aşkar əlləri bağlı olan ataya polislərin hələ də elektroşok cihazı ilə dəfələrlə müdaxilə etdiyi görünür. Hətta teaserın birindən çıxan elektrod atanın ağzına isabət edir və atanın dodağı partlayaraq alqan içində qalır. Polislər açıq-aşkar 35 dəfədən çox ataya elektroşok cihazı ilə müdaxilə etdiklərini deyirlər. Get back over there now. Polislər atasından nigaran qalıb atasının dalınca qaçan uşağa isə sərt bir şəkildə hadisə yerindən uzaqlaşmasını əmr edirlər. Get out. Can you fucking now? Get out the car. Okay. This is how it's gonna work. Okay. You're gonna do what you're told to do, and that's it. Stand up. Stand up. Up against the car. Spread your feet. Come on, guys. This is excessive. Come on, man. I got his wallet. This is ridiculous. Well, quit acting like an idiot. I ain't acting like nothing. I got a taser piece in my. You guys got me right in the goddamn face. That's far. Go ahead and roll. Man, I'm not doing Knock it anything off. on my guts, guys. Lean up against the car. Bundan sonra isə polislər atanı polislərə müqavimət göstərmə səbəbi ilə həbs edirlər. Lakin ata federal məhkəməyə başvurur. Polislərin bədəndəki kameraların incələnməsi zamanı aşkar olunur ki, polislər ataya bərabər olmayan güc göstərirlər və ona dəfələrlə elektroşok cihazı ilə müdaxilə edir, hətta üzünə atəş açırlar. Hadisə zamanı təkcə ata deyil, övladının da mənəvi və fiziki xəsarət aldığı bildirilir və məhkəmənin sonucunda Los Animas County polis idarəsi 1.5 milyon dollar ailəyə təzminat ödəməyi qəbul edirlər. Bundan sonra isə Colorado əyalətində və ümumən Los Animas County polis mərkəzində polislərin təlimləri yenidən yerinə yetirilməyə başlayır və daha diqqətli şəkildə insanlara davransınlar deyə yenidən təlimlər keçməyə başlayırlar. Kanalımızda bu tipli videoların gəlməsini istəyirsinizsə, videonu bəyənib kanalımıza abunə olmağı unutmayın. Videoların davam etməsi sizin dəstəyiniz ilə düzüm tənasibdir. Çalışın belə hadisələrdən özünüzü qoruyun.